xəstə olan kəs, müsibətə düçar olmuş şəxs, müsəlman bu sözləri deməkdən dilini tutub saxlamalıdır. İlə qayri dəlikə mimmə fihi i'tirad aləl qadar. Və digər etirazı kəlmələr ki var, hansı ki bunlar Allah Subhanahu wa Taala'nın qədərinə etirazdan sayılır. Yəni sən xəstənin deyinməsi, gərək belə etməsəydim, başıma bu gəlməzdi. Kaş ki, bu şeylər Allahın qədərinə etirazdandır. Necə ki, şeyx dedi, Allah qorusun. Və növbəti nəsihət, ikinci nəsihət, lə hərcə aleyke fit tədavi. Xəstənin müalicə almasında bir problem yoxdur dinimizdə. Və bəzə əsbəb-i şəfa vəl-bəhs ani-tabibil mahir. Və həmçinin şəfanın səbəblərini axtarmaqda, mahir təbib, həkim axtarmaqda xəstənin heç bir problem yoxdur şəriətimizdə ki, gedib sağalmasından ötürü, şəfa tapmasından ötürü Rəbbindən həkim axtarır. Yəni, təəssüf ki, belə düşünənlər var ki, xəstəlik içindədir, amma heç bir səbəbdən yapışmır. Liqavli sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. Tədəvvəv ibadallah. Ey Allahın qulları, müalicə olunun. Fəinnə Allah Teala ləm yədə'ə dən illə vədə'ə ləhu dəvə. Həqiqətən Allah elə bir xəstəlik, dərd, müsibət verməmişdir ki, onun dəvasını, dərmanını göndərmiş olmasın.